Doktor, ümumiyyətlə tibbdə bir sıra əlamətlər, bəzi xəstəliklərin ortaq simptomları da ola bilir. Deyək ki, bu şikayətlərlə sizə bir pasient müraciət etdiyi zaman sinusit olub-olmadığını necə təyin edirsiniz? Hansı müayinə üsulları var? Əslində sinusitin zaten ayrıcı tanısına girə biləcək bir çox xəstəlik var. Məsələn, bunlardan biri rinitlərdir. Məsələn, allerjik rinitlə gələn xəstələrdə bənzər əlamətlər, burun tıkanıqlığı, burun axıntısı hər ikisində görülür. Amma rinitlərdə sinusitdən fərqli olaraq hapşırma, göz yaşarması, qaşıntı şikayətləri də daha üstün olduğu üçün bizi bir də endoskopik olaraq biz burun müayinəsində daha axıntının daha pürlan deyil də daha maye şəklində olduğunu gördüyümüz üçün xəstələr bu şəkildə ayrıcı tanıya girə bilir. Bunun haricində allerjik bünyəsi olan xəstələrin biraz da genetik olaraq da buna yatkınlığı olur. Amma sinusitdə bu şikayətlərin çoxu olmur. Çünki həm xəstə baş ağrıları, üzdə dolğunluq və basınç hissinin olduğunu deyir. Məsələn, əyildiyi zaman yəni dolğunluq hiss etdiyini söylüyor. Sanki bir ağırlıq var kimi hiss edilir. Amma rinitlərdə bunlar olmur. Amma bunun haricində məsələ şeylər ola bilər. Yəni bu bos rinore dediyimiz beyin sıvısının axması ola bilər ki, bu da məsələn burun tıkanıqlığına, burun axıntısına səbəb ola bilər. Amma bunun da xəstənin çox detaylı şəkildə anamnezini almaq lazımdır burada. Çünki daha öncə keçirilmiş travma öyküsü varmı? Travma keçirməyibsə, xəstənin intrakranial hipertansiyona bağlı, yəni baş ağrıları olub, nevropatoloq dəyərləndirib, bunları sorulmaq lazımdır. Çünki bu da ayrıcı tanıya girə bilir. Ayrıca vaskulitlər də, məsələn, Wegener gibi xəstəliklər də burun tıkanıqlığı eləyə bilər. Amma bunlarda da endoskopik müayinəsində baxdığımız zaman burun çəpərində perforasyonlara, yəni dəlinmələrə səbəb ola bilər. Yəni bu ayrıcı tanı üçün mütləq şəkildə endoskopik müayinə gərəkir. O yüzden bir lor həkimi mütləq şəkildə bir sinüzit xəstəsini dəyərləndirsə yaxşı olar.